Təhsil Nazirliyinin özündə bugün təkcə kadrları cavan direktor qoymaqla heç nə dəyişmir. O cavan direktora sənin verə biləcəyin təhsil sistemi yoxdur, proqramı yoxdur, sənin verə biləcəyin idarə etmə sistemi yoxdur. İdarə etmə sistemi bütövlükdə dəyişməlisən. Bilirsiniz, bu idarə etmə sistemi tamamilə fərqli olmalıdır və əslində indi iki şeydə də həm Təhsil Nazirliyi, həm Səhiyyə Nazirliyi iki şeyi xüsusi nəzərə almalıdır. Universitetlərdə təhsilin idarə olunması fakültəsi açılmalıdır artıq. Təhsilin idarə olunması və ya səhiyyənin idarə olunması bu həkim olmalı deyil və yaxud da bu müəllim olmalı deyil. İdarə olunma başqa xüsusiyyətdir, pedaqoji fəaliyyət başqa xüsusiyyətdir. Bunlar ayrı-ayrı xüsusiyyətlərdir. Bəli. Bunları öyrədən fakültələr olmalıdır. Türkiyədə artıq çoxdan var bu fakültələr. Var, bəli. Səhiyyənin təşkili və yaxud da təhsilin təşkili. Bununla bağlı artıq fakültə açılmalıdır ki, sən təhsilin təşkili ilə məşğul olacaqsan, təhsili necə təşkil etmək mümkündür, necə etmək mümkündür. Amma bunun üçün mütləq əvvəlcə qanunvericilik bazası və ciddi icra mexanizmləri olmalıdır. O cümlədən qeyd etdiyim kimi müəllimlər yavaş-yavaş artıq o dairə, məntəqə seçki komissiyasının üzvlüyündən yavaş-yavaş azad olunub, hörmətdən düşülməməlidir və alət olmamalıdır seçkiyə. Artıq seçki orqanlarında çalışanlar 5 illik dönəmdə artıq ştatlı dövlət işçisi olmalıdır. Bu 5500 Azərbaycanda komissiya var. Orta hesabla 6 nəfərdən, 7 nəfərdən düşür bu. Bu 35-40 min adam edir ki, bu işləməlidir. Bu dövrdə işləməlidir və seçki institutu özü bir işlək institutdur, pasiv institut deyil. Daha müəllimi tap, onunla şərt qoy, ay bunu etməsən sənə saat verməyəcəm, bunu etməsən. Müəllimi biraz auditoriyada şəxsiyyət kimi formalaşdırıb, artıq şəxsiyyət kimi şagird önünə, tələbə önünə çıxartmalıdır Təhsil Nazirliyi. Bunların hamısına artıq düzgün, doğru, dürüst qiymət verilməlidir və müəllimliyini özü tutaq ki, və yaxud da dövlət qulluğu hesab olunmalıdır. Bu insanların bir nömrəli həyata və cəmiyyətə yetişdirilib çıxarılması ilə məşğul olan sahə kimi bunlar dövlət qulluqçuları statusunda yetmir. Müəllim dövlət qulluqçusu deyilsə nədir? Müəllim dövlət qulluqçusudur. Əgər bu dövlət universitetidirsə, dövlət məktəbləridirsə, ki məktəblər hamısı dövlət və orta məktəblər dövlət və demək ki, özələ bölünür, lakin özəl bizdə olduqca azdır, amma əsasən dövlətdir.